Hoş gördük Bhagavad Gita'nın değerli dinleyicileri. Bhagavad Gita'dan deməli hazirlərə qulaq asanlardan suallar. Belə bir maraqlı və ciddi sual var. Ona görə mən istedim ki, onu hamı üçün açıqlayım ki, hamı qulaq assın, dinləsin. Sualı orada yazmışam, belə bir oxuyuram. Əslində 3 sualdır, bir deyil. 3 sualdır. 3 sual, bir sualda göndərib. Birincisi odur ki, deyir ki, İsa Peyğəmbərin bədənində təcəlli etmişdirmi Allah? Mən İsa Peyğəmbərin görünmüş hazirlərdə adını tez-tez çəkirəm, ona görə. İkinci sual odur ki, cənnət də, cəhənnəm də bu dünyadadır da, elə deyilmi? İki sual. Üçüncü sualda, mən öləndən sonra mən hardan bilim ki, mən təzədən dünyaya gələcəm? 3 dənə sualdır. Əslində, bir-birindən fərqli suallardır. Onun üçünü istəyirəm. Üçünə də bir dənə söhbətdə üçünü də açıqlayaq. Birinci odur ki, İsa Peyğəmbərin bədənində təcəlli etmişdirmi Allah? Allah Ali can kimi, Paramatma kimi, nəinki İsa Peyğəmbərin qarışqa ilə hörümçəyin də bədənində var. Elə bir canlı varlıq yoxdur ki, bitkilərin, balıqların, həşəratların, hamının bədənində, hamının daxilində Allah var, Tanrı var. Və o özünün Paramatma, Ali can formasındadır, 450 formadır. Amma belə qalanda İsa Peyğəmbərin, mən başa düşürəm sualı ki, Xristiyan aləmində İsa Peyğəmbəri həm Tanrının oğlu deyə bilirlər, həm Tanrı da deyə bilirlər, elələr var ki. Bu nə deməkdir? Bu deməkdir ki, təbii ki, Allah Tanrı İsa Peyğəmbərin bədənində təcəlli etməmişdir. Əvvəldən onu deyim. Amma Tanrı'nın haqqında biliyi alanda Allah özü haqqında kimdir? Onun özü haqqında Veda fəlsəfəsində çox külli miqdarda dəyərli bilik var olduqca. Onun özündən. Bhagavad Gita müalicələrində biz onun özünü təsvir edəcək Krishna ilə. İndi elə bir qədər deyə gəlir. Elə bundan sonra daha da çox Krishna Allah özü haqqında danışacaqdır. Kimdir o? Yəni onu necə görmək olar? Ona görə də Tanrı'nın haqqında elməm, biliyə əsasən Veda fəlsəfəsində deyilir ki, Tanrı'nın bir neçə kateqoriya avataraları var. Avatara sözü sizə tanışdır, Avatara filmindən də. Avatara sözü tərcüməsi enən deməkdir, enən. Aşağı enən, ruhi dərgahdan aşağı enən. Konkret bir missiya ilə, konkret bir səlahiyyətlə gələn avatar olan bir neçə kateqoriyaları var. Məsələn, Gun avatarlar, mən həmişə danışıram bunları. Həzrət Brahmadır, Həzrət Şivadır, Tanrı Vishnudur, bunlar Gun avatarlardır. Sonra Yuga avatarlar var. Sonra canım sizə desin, Manuvantara avatarlar var. Sonra Lil avatarlar var, Lil avatarlar və eyni zamanda da belə bir kateqoriya avatarlar var. Onlara deyilir Shakti Avesh avatarlar. Shakti Avesh avatarlar, Shakti bu xüsusi bir enerjidir, xüsusi bir səlahiyyətdir. Shakti sözü. Tanrının bir xüsusi bir enerjisi, xüsusi bir səlahiyyəti deməkdir. Deməli, Shakti Avesh avatarlar, bunlar adətən, adi bizim, sizin, mənim kimi canlar ola bilirlər. Canlardır, adətən. Hatta onların içində də Vishnu tatva ola bilir. Amma əsas etibarilə bunlar adi canlardır ki, hansılar ki, xüsusi missiya ilə gəlirlər və Tanrının xüsusi səlahiyyətini alırlar. Bunlara deyirlər Shakti Avesh avatarlar. Və Vedalarda bunlar barəsində çoxlu var, onların adları var, onlar haqqında var, Rishabhadevadır, deyək ki, Prithu Maharaj'dır və beləcə, yəni avatarlar, bunlar canlı varlıq bizim kimi olanda, onlar səlahiyyətlidirlər. Onlar səlahiyyətlidirlər Tanrıdan, xüsusi missiyaları var. Ona görə də onlar bizim kimi deyək ki, özlərinin karmasına əsasən doğulmurlar. Yəni biz karmamıza görə doğuluruq da. Əvvəlki həyatda nə eləmişiksə ona görə doğuluruq. Amma avatarlar onlar karmalarına görə doğulmurlar. Onlar
xüsusi göstərişlə, xüsusi səlahiyyətlə, xüsusi bir necə deyirlər, tapşırıqla gəlirlər, aşağı gəlirlər, göndərilirlər. Bildinizmi? Onlar avatarlardır. Və avatara Tanrının səlahiyyətinin daşıyıcısı olduğuna görə o Tanrıdan seçilmir. Ona eyni zamanda bu şeyi eyni zamanda başa düşmək lazımdır. Tanrının haqqında belə bir onun dərk olunmazlığı var ki, Tanrı dərk olunmazdır. Allahı dərk eləmək axıra qədər qeyri-mümkündür. Bildinizmi? Qeyri-mümkündür. Biz onu Krishna Şuri hərəkatı, ümumiyyətlə Həzrət Əli əleyhissalamın dediyi, Tanrının tanıyan, özünü tanıyır. Biz Allahı dərk eləmək deyəndə biz onu nəzərdə tuturuq ki, o dərəcədə nə qədər bəs eləyir ki, biz tamamilə özümüzü ona təhvil verək. Həsr eləyək, təslim eləyək, o qədər. O sona qədər Allah heç kim dərk eləyə bilməz. O qeyri-mümkündür. Onun qüdrətinin, onun şöhrətinin, onun enerjilərinin, onun keyfiyyətlərinin, onun qabiliyyətlərinin, onun rəngarəngliyinin sonu yoxdur da. O sonsuzdur. Onu necə dərk edə bilərsən? Bhaktivedanta Swami Srila Prabhupada hələ belə bir ifadə istifadə edir ki, Krishna özü axıra qədər özünü dərk eləmir. Bunu belə də görmürlər. Məsəl üçün hər birimiz insan özünüzə baxın hələ. Hər birimiz biz özümüzün nəyə qadir olduğumuzu bilmirik. Faktdır da bu, düzdür. Biz insanıq hələ, Allah deyilik da. Allah. Biz adicə Allahın necə deyək, kiçicik bir zərrəsiyik. Həm ruh kimi o kiçicik bir zərrəsiyik. Həm də elə bədən kimidir. Biz elə bir böyük formaya malik deyilik, düzdürmü? Kiçicik bir şey də. Baxın, biz özümüz heç özümüzün nəyə qadir olduğumuzu bilmirik. Hansı qabiliyyətlərə qadir olduğumuzu, nələrə qadir olduğumuzu bilmirik. Biz bilmirik ki, bizi nə qədər insan tanıyır. Biz bilmirik. Düzdür. Nə qədər biz nə qədər tanınmışıq. Yəni bizim xəbərimiz yoxdur ki. Məsələn, elə insanlar var ki, onlar bizi tanıyır, amma biz bilmirik. Biz özümüz haqqında heç nə bilmirik ona qədər. Düzdür. Eləcə də Tanrı, Prabhupada deyir ki, Tanrı Krishna o qədər sonsuz təbiətlidir ki, onun təbiəti o qədər genişdir ki, axır sona qədər o özünü bilmir, harda qutarır. Ona görə Tanrını dərk etmək qeyri-mümkündür, çətindir və onun o dərk olunmaz təbiətini biz hökmən nə eləməliyik? Etiraf eləməliyik. Etiraf eləməliyik ki, Allahı dərk etmək çətin məsələdir, asan məsələ deyil, çox çətin məsələdir, qeyri-mümkündür. Ona görə də onun dərk olunmaz təbiətindən biri də ondadır ki, ikili eyni zamanda. Buna Chaitanya Mahaprabhu, Shri Chaitanya Mahaprabhu buna deyirdi, Achintya Bheda Bheda Tatvam. Yəni eyni zamanda Tanrının enerjilərinin özünün eyniliyi və fərqliliyi. Eyni zamanda. Həm bu belədir, həm də belə deyil. Eyni zamanda. Elə bax bu Tanrının təbiətinin mütləq təbiəti olmağındandır ki, dərk olunmaz təbiətindandır ki, bu eyni zamanda həm belədir, həm də belə deyil. Nəyi təzahür etdirə bilir. Həm belədir, həm də belə deyil. Məsələn, qəlbimizdə Paramatmadır. Tanrı da Paramatma ki, Ali candır. O həm Krishna'dır, həm Krishna deyil. Bildiniz? Həm Krishna'dır, həm də Krishna deyil. Mənim bədənim məsəl üçün, mən həm bu bədən, həm mənəm, həm də mən deyiləm. Həm mən deyiləm, biz müazələrdə deyirik, bu bədən mən deyiləm, mən ruhi canam. Amma çox asanlıqla sübut eləməli ki, bu bədən mənəm. Bildiniz? Yəni bu bədən həm mənəm, həm də mən deyiləm. Paramatma Krishna'dır, həm də Krishna deyil. Yəni qəlbimizdəki Paramatma Allahdır, həm də Allah deyil. Eyni zamanda bildiniz. Bax, bunun eyni zamanda dərk eləməyə, başa düşməyə çalışmaq lazımdır. Bu Tanrının dərk olunmaz təbiətindən bir qismdir. Eləcə də o səlahiyyətlə gəlmiş şəxsiyyətlər, avatarlar, onlar həm Tanrıdırlar, həm də deyirlər. Tanrıdırlar ona görə ki, onun səlahiyyəti ilə gəliblər. Başa düşürsünüzmü? Onun səlahiyyəti ilə gəliblərsə, faktiki olaraq onların ağzı ilə, onların dili ilə o danışır da, Tanrı danışır. Onun iradəsi həyata keçir. Bu bina bənzəyir ki, məsələn, bizim ölkənin prezidenti özü hansısa bir ölkəyə gedə bilmir. Ölkə daxilində vacib bir işi var və bunun arasında dəvət edilir, oraya gedə bilmir. O özünün səlahiyyətli bir nümayəndəsini götürür, göndərir ora. Həmən onun səlahiyyətli nümayəndəsi həmən o yerə gedəndə onu prezidentin özü kimi qəbul eləyirlər. Özü kimin.
Sanki prezidentin özü gəlibdir. Əgər bu prezidentin deyirlər ki, orada məsəl üçün, əgər bu prezidentin filan ölkənin prezidentinin səlahiyyətli nümayəndəsidirsə, bu demək o həmin ölkənin prezidentidir də bu faktiki. Həm belədir, həm də belə deyil. Həm belədir ona görə ki, onun prezidentin səlahiyyətli nümayəndəsidir və o %100% prezidentin dediyini o çatdıracaq da. Nə? Elə belə göndərməz ki, prezident də kimisə küçədən tutub. Xüsusi hazırlıqlı adamı göndərir. Və o prezidentin adından söz deyir orada, fikrini söylüyor, bildiğiniz nətəri? Öz fikrini söylüyor. Deməli onu orada qarşılayırlar həmən prezidentin özü kimi. Sanki həmən ölkənin prezidentidir gəlibdir. Bu belədir də, elə deyil. Çünki onun nümayəndəsi də səlahiyyətli nümayəndəsidir. Məsələn, ona bu və ya digər düzgün olmayan münasibəti göstərsələr, prezident öz etirazını bildirəcək ki, siz məni səlahiyyətli nümayəndəmi necə qarşılamısınız? Və eyni zamanda o deyil, çünki o ayrıca bir dənə şəxsiyyətdir. Ayrıca bir şəxsiyyət. Baxmayaraq ki, prezidentin səlahiyyətli nümayəndəsinin özü ayrıca bir şəxsiyyətdir. Görürsünüz, eyni zamanda bu həmən prezidentdir, həmən eyni zamanda prezident deyil. Bax, beləcə də avatarlar, onlar eyni zamanda həm onlara tanrı demək olur, həm də yox. Tanrı demək olmur ki, ona görə ki, onlar özləri ayrıca şəxsiyyətdirlər. Əslində sözün əslində. Tanrı demək olur ona görə ki, onlar tamamilə özlərini Tanrıya təslim edib, həsr eləmiş və onun %100% onun missiyasını, onun sözünü çatdırandılar. Onun sözünü çatdıran, onun səlahiyyəti ilə gələnlərə bu mənada deyirlər ki, o Tanrıdır, avataradır. Bilirsiniz, İsa Peyğəmbər də belə kateqoriya idi ki, o Tanrının xüsusi səlahiyyətli nümayəndəsi idi. Bax, eyni kateqoriya Məhəmməd Peyğəmbər sallallahu da düşür. Məhəmməd Peyğəmbər sallallahu da Şila Prabhupada deyir ki, Məhəmməd Peyğəmbər sallallahu da Həzrəti İsa əleyhissalam da onların ikisi Şakta və avatara kateqoriyasındadılar. Tanrının avataralardılar. Allahın avatarası. Amma yəni eyni zamanda elədir, həm də belədir. Başa düşürsünüz, eyni zamanda. Bunu bizim dünyəvi məntiqimiz qəbul eləmir. Amma ki mütləq məntiqdə bu qəbul olunan, mütləq birlikdə qəbul olunandır. Başa düşürsünüz. Məsəl üçün 1-dən 2 çıxılmır riyaziyyatda. Amma hamı eyni zamanda da çıxılır. Həm çıxılmır, həm də çıxılır. Belədir, fakt deyil. 1-dən 2 riyaziyyatda da, kimin riyaziyyatdan xəbəri varsa, 1-dən 2 riyaziyyatda çıxılmır əslində. 1 azdır, 2 çoxdur. Amma eyni zamanda da çıxılır. Yəni bu həm baxın eyni zamanda həm çıxılır, həm də çıxılmır. Baxır kim üçün də, bildiniz nətərim? Baxır kim üçün? Eləcə də eyni zamanda mütləq təbiətli belədir ki, mütləqdə 1-in üstə 1-in gələndə 2 eləmir. 1-in üstə gələndə 1-in 1 eləyir. Bildiniz nətərim? Mütləq təbiətdə. Tanrının mütləq təbiəti belədir. Orada əbədiyyətdə belədir. Əbədiyyətdə 1-in üstə 1-in gələndə 2 eləmir. 1-in üstə 1-in gələndə 1 eləyir. Görürsünüz, dərk olunmaz təbiətdir də o. Bizim məntiqimizlə dərk olunmazdır. Bu mənada İsa əleyhissalam onun bədənində Tanrı özü təcəlli eləməmişdi. Onun bədənində o özü ilə Tanrının xüsusi göstərişin səlahiyyəti ilə gəlmişdi. Eləcə də Məhəmməd Peyğəmbər sallallahu. Ona görə o istər-istəməz onun o səlahiyyətli olmağı o deməkdir ki, qəlbində olan paramatma onunla daha intensiv münasibətdədir. Daha intensiv. Nəinki biz qəlbimizdə olan Allahla heç bir əlaqəmiz yoxdur. Heç biz onu nə duyuruq, nə hiss edirik, düzdür, amma buradadır. Amma avatarların, onların Tanrı ilə xüsusi, qəlbindəki Tanrı ilə xüsusi şeyləri olur, münasibətləri olur. Çünki Tanrı həmən o Tanrıdır ki, hansının ki bu səlahiyyətli nümayəndəsidir, həmən o Tanrıdır ki, onun qəlbindədir. Və o da bilir ki, bu kimdir? Bu onun səlahiyyətli nümayəndəsidir, avatarasıdır. Ona görə onunla onun arasında olan münasibət adi can bizim kimilərlə də eyni deyil. Bu mənada məsəl üçün demək olur ki, Tanrının Şakta və avatarası onun özüdür, həm də eyni zamanda özü deyil. Və bir də fəlsəfədə belə açıqlanışı var. İlahi tatva var, bir də tatva, mövqe. Bir də adi tatva var. İlahi tatva var, bir də adi ruhi can tatvası var. Onlara civa tatva deyirlər, bir də vişnu tatva deyirlər. Vişnu tatva bu ilahi mövqedir. Tatva mövqe deməkdir. Bir də civa tatva vardır. Biz civa tatvalarıq, yəni ki biz Tanrının ayrılmaz əbədi zərrəcikləri, hissəcikləri. Bizim mövqeyimiz də civa tatva edilir. Civa can deməkdir.
Bir de var Vishnu tatva. Vishnu tatva bir ilahi tatvadır. İlahi mövqedir. Ona göre de bu avatarların ilahi mövqedə olanlar var. Bir de civa mövqeyində olan var. Adi can mövqeyində olanlar var. Bir de ilahi mövqedə olanlar var. Məsəl üçün şu Gun avatarlardan danışanda Həzrət Brahmadır, Vishnudur, Shivadır. Və orada Brahma adi bizim kimi candır, adi civa tatvadır. Amma Vishnu, Tanrı Vishnu o ilahi tatvadır. Allahın özüdür. Bilirsiniz, üçündən. Buna göre de bu Shakti avatarlar Məhəmməd Peyğəmbər sallallahu Hazreti İsa Aleyhisselam'dır. Sonra Prithu Maharaniji'dir, Rishabh Devi'dir. Bunlar adi civadlar, canlı varlıklar ama Tanrı'nın xüsusi səlahiyyətini almışdılar. Onlara ona göre dediler Shakti Avesha avatarlar. Bu İsa Peyğəmbərin mövqeyi barədədir. Ona göre de İsa Peyğəmbərin təcəlli edən Tanrı'nın xüsusi enerjisiydi onda. Xüsusi səlahiyyətiydi. Tanrı'nın da özü ilə onun enerjisinin adında fərq olmadığına görə eyni zamanda demək olar ki, hə, İsa Peyğəmbərin bədənində Tanrı təcəlli eləmişdi. Görürsünüz? Bu eyni zamanda da, çünki Tanrı'nın enerjisinin özünün arasında fərq yoxdur axı. O adı ilə onun özünün arasında fərq yoxdur. Onun enerjisindən özünün arasında fərq yoxdur. Çünki o mütləq təbiətdədir, bildiniz. Bizdə fərq var. Çünki biz fiziki bədənimiz bizə yad maddədəndir. Ona görə bizdə fiziki bədənimizə aid olanlarla bizim ruhi şəxsiyyətimizin aid olanların arasında fərq var. Amma Tanrıda belə yoxdur axı. Tanrı tamdır, mütləqdir. Hər şey ona məxsusdur. İstər maddiyyat olsun, istər ruhaniyyat olsun. Ona görə də onda onun bu və ya digər enerjisi ilə, adı ilə, özünün arasında fərq yoxdur. Mütləqdir. Nisbi şəxsiyyət deyil o. Nisbi varlıq deyil, mütləq varlıqdır. Biz nisbi varlıqlarıq burada, bu dünyada, maddi dünyada. Bu mənada onun enerjisi, onun səlahiyyəti təcəlli eləyirsə, bu şəxsiyyətdə Shakti ve Shavatarada deməli o Allah orada təcəlli eləyir. Bəli. Başa düşdünüzmü? Amma eyni zamanda da yox. Eləmir. Çünki Allah eyni zamanda da çünki Allah o ilahi mövqedir. Vishnu tatvadır, ilahi mövqedir. Civa tatva deyil, can mövqeyində deyil. Amma İsa Peyğəmbər də, Məhəmməd Peyğəmbər də onlar adicə bizim kimi can mövqeyində olan şəxsiyyətlərdir. Bhaktivedanta Swami Prabhupada, hansı ki biz oxuyuruq Bhagavad Gita'da nələrini, izahlarını, komentarlarını, o da həmən bax İsa Peyğəmbərlə Məhəmməd Peyğəmbər kimi Shakti ve Shavatar kateqoriyasındadır. Shakti ve Shavatar, Shakti xüsusi Tanrının səlahiyyəti və xüsusi mərhəməti deməkdir. Aveshada enən, bura gələn avatarı almış, qəbul eləmiş, Tanrının xüsusi enerjisini, xüsusi səlahiyyətini qəbul eləmiş, aşağı enən gələn bu missiya ilə, aşağı gələn ruhi məqamla. Deyirlər Shakti ve Shavatar. İkinci sual deyir ki, cənnət də, cəhənnəm də bu dünyadadır. Eləmi? Bu da eyni məsələdir. Bəli, həm bu belədir, həm də belə deyil. Həm bəli, həm xeyir. Bəli, ona görə ki, bizim planet, bizim kainatda 14 mərtəbə planet sistemi var. 14 mərtəbədir. Deməli, kainatımız yumurta şəklindədir. Hardasa bu belə, ellips kimi, uzun sov. Onun yarısına qədər sudur. Xüsusi sudur. Elə belə bizim kimi gördüyümüz kimi xüsusi sudur ki, kainat yaranılır, onun daxilət həddindən artıq qaranlıq olur və Krishna özünün Garbhadakasha Vishnu formasında onun daxilinə gələndə ki, onun zülmət, qaranlıq və bir də çox həddindən artıq isti olur dağı, kainatın daxili. Və onun yarısına qədər dolan su, Garbhadakasha Vishnu bədəninin təridir. Onun bədəninin təridir, kainat yarısına qədər o su ilə dolur. O yerdə qalan yarısında isə o həmən suyun üzərində o özü uzanır. Ananta Şeş adlı nəhəng ilahi ilan üzərində. Sonra onun göbəyindən təzahür edir lotus, ilahi lotus, xüsusi ilahi lotusdur. Nilüfər gülü. Onun içində isə peyda olur Həzrət Brahma. Ya bu benzerlik var. Qadın görmüsünüz, uşaqla göbəyi ilə bağlı olur. Qadın göbəyindən uşağa bağlılıq olur. Sonra qidalanma oradan gedir. Sonra onu kəsirlər. Göbəkdən bağlanır uşaq anasına. Fikir vermisiniz?
Bu təsadüfi deyil də. Tanrı Vişnunun, Qarabağ Vişnu göbəyindən Nilüfer gülü çıxır. Onun içində birinci, kainatın birinci canlı varlığı peyda olur. O da kimdir? Dört başlı Həzrət Brahma. Dört başı var. Sonra o Brahma həmin o Nilüfer gülü yox idi, Tanrının göbəyindən çıxır. Onun gövdəsi boyu aşağı, yuxarıdan aşağı yox. Həmin Nilüfer gülün gövdəsi boyu bütün 14 planet sistemin planetləri hamısı onun daxilində olurlar. Həmin o gövdənin daxilində. Və Həzrət Brahmaya Krishna xüsusi özünün teyini verir. Nə deyirlər? Bilik ötürür, xüsusi bir bilik ki, o necə həmin o Nilüfer gülün gövdəsindəki o planet sistemlərini necə təzahür elətdirəcək. Onları nə çıxardacaq da ortalığa, yaradacaq belə deyək ki. Əslində onları yaradan Krishna'dır. Brahma onlara görkəm verir, görünüş verir, maddi cismani nöqteyi nəzərdə. Planetlər 14 planet sisteminin 7'si cəhənnəm planetləri olur, 7'si cənnət planetləri. Ona görə bizim yer kürəsi ən aşağı cənnət planeti, ən yuxarı cəhənnəm planetidir. Ən aşağı cənnət planetidir, ən yuxarı cəhənnəm planeti. Bizim yer kürəsi ortada durubdur. Ona görə də buradan insan burada yaranıb və burada proses gedir, özünü dərk eləmə prosesi və qurtuluş qızıl ortadan çıxır da. Cənnətlə cəhənnəmin ortası qızıl ortadır. Deyilir ki, Tanrı'nın yoluna gedən, yanına qayıdan yol qızıl ortadır. Krishna şuuru sözün eyni zamanda qızıl orta deməkdir. Qızıl orta şuuru. Qızıl orta. Maddi dünyada bizi maddi enerji həmişə əksliyin ortasını tapmağa vadar verir. Həmişə. İnsan, biz həmişə, bütün varlığımız, bütün yaşadığımız dövrdə burada bizi həmişə diqqət eləsəz, görəsiniz ki, həyat insanı bu tərəfdən də vurur, bu tərəfdən də vurur. Bu tərəfdən də vurur, bu tərəfdən də vurur. O vaxta qədər ki, biz qızıl ortanı tapmayacağıq. Qızıl orta. Çünki qızıl orta buradan qurtuluşdur. Qurtuluş qızıl ortadadır. Nə cəhənnəmin şövqündən, nə də cənnətin qoxusundan. Həzrət Əleyhisselam deyir. Görsən qızıl ortadır. Qızıl orta qurtuluşdur. Yəni o qurtuluş belələri qurtulmuşlardan deyirlər o deyir. Bizlər azadlılardan deyirlər. Gördünüz? Demək qurtuluş qızıl ortadadır. Nə o, nə də bu. Ona görə də burada hər ikisi təzahür edir. Cənnət də təzahür edir, cəhənnəm də. Yəni cənnət həzz deməkdir, cəhənnəm də istirabdır. Ona görə bizim planetin üstündə baxın, bir qism insanlar kef eləyirlər, həzz alırlar. Nə bilim də cismani nöqteyi nəzərdən deyirəm. Bir qismi də istirab çəkirlər. Həm istirab çəkənlər var, həm həzz alanlar. Baxın, həm istirab çəkənlər var, həm həzz alanlar var burada. Burada həm istirab çəkən, həm həzz alan olduğuna görə deyirlər ki, elə cənnət də burada, cəhənnəmdir. Çünki burada ikisini də görürlər. Biz ikisini də burada görürük də. Kef eləyənləri görürük, gedir, gəzir oranı, buranı, hava adalarına, nə bilim də Dubayı, Şanxayı və s. Dilimdən düşmür bu sözlər. Özünə də bir şərait yaradır, cürbəcür belə həzz, cürbəcür, nə bilim, villa tikdirir, maşın alır, cürbəcür həzz üçün şərait alır da, özünün 4 heyvanı istikdini. Üzr istəyirəm. Eyni zamanda da burada həzz, istirab çəkən insanlar var. Həddindən artıq bu istirablara məruzlar. Afrikadakı uşaqlar kimi bir stəkan su tapmırlar içməyə, bir skelet, bir sümük qablar. Bir üzü istəyən, bir dəri, bir sümük qablar. Elə də ümumiyyətlə, yəni həzzin də, istirabın da eyni zamanda mövcud olduğuna görə bura deyirlər, əşələ cənnət də burada, cəhənnəm də burada. Bu belədir, doğrudan da belədir. Amma eyni zamanda da belə deyil. Belə deyil, niyə görə? Çünki konkret cənnət və cəhənnəm planet sistemləri var. Bu nəsə bizim yuxumuz, yuxu deyil, belə yatdım yuxuda görürüm. Yox, konkret planet sistemləri. Biz hər gün cənnət planetlərini görə bilərsiniz, hər gün. Hər gün başınızı qaldırın yuxarı, baxın görəsiniz. Ayla Günəş hər ikisi cənnət planetidir. Özü də belə sırf cənnət planetidir. Nəsə belə oxşar yox. Sırf cənnət planeti ikisi də. Ayda Günəşdə, ikisi də cənnət planetidir. Onların üzərində bizim burada həzz dediyimiz onların üzərində milyard dəfə güclüdür. Milyard dəfə. Bəlkə də mən az dedim. Ayın da üzərində, Günəşin də üzərində. Ona görə də dini bayraqların üstündə görürsünüz, ayla günəşin şəkili var. Ayla ulduz, günəş. Bizim bayraq, Azərbaycan bayrağı üstə. Ayla günəşdir də. Cənnətə dəvət edir də. Səmavi din nə deməkdir? Səmavi. Səmavi sözü tərcüməsi cənnət deməkdir. Cənnətə dəvət edən din. Ona görə də həm belədir, həm belə deyil. Düzdür. Cənnət də, cəhənnəm də bu dünyadadır. Həm belədir, həm də belə deyil. Mən izah elədim. Belədir ona görə ki,
Həzz də var burada, istirab da var. Belə deyir ona görə ki, burada bizim həyata keçirdiyimiz fəaliyyət xeyirxah təbiətlidirsə, xeyirxah, mömin və xeyirxah təbiətli fəaliyyətlər həyata keçiririksə, bax bunu Quran elmi təbliğ edib, peyğəmbərlər təbliğ ediblər. Xeyirxah əməllər, mömin əməllər həyata keçiririksə, bizim burada həzz dediyimiz nə varsa, insanlar burada nəyə həzz deyir? Ləzzətli yeməklər, qadın-kişi münasibətləri və s. da, düzdür. Bunlar pillə-pillə yuxarıya qalxdıqca bu həzz nəcibləşə gedir. Niyə? Çünki aldığımız orada fiziki bədən, maddi bədənin materialı nəcibləşə gedir. Bildiniz? Məsələn, bizim bədənimizin 78% sudur. Düzdür? Yerdə qalan 22% o birisi 3-4 elementdir. Hansı? Torpaq, od, hava, efir. Yerdə qalan 22% onlardır. Amma 78% sudur. Torpağın içində bizim yaşadığımız planetin daxilində sivilizasiya var. Onların bədənlərinin 78% torpaqdır. Yerdə qalan 22% isə nədir? Sudur, oddur, havadır, efirdir. Bizdən yuxarıda, sudan yuxarıda günəşdir, oddur. Bax, günəş bizdən sonra gəlir. Günəşin üzərində yaşayan canlıların bədəninin 78% oddur. Yerdə qalan 22% nədir? Torpaqdır, havadır, sudur, bir də efirdir. Ay günəşdən həm uzaqdır, əslində, həm də günəşdən 2 dəfə böyükdür ölçülərinə görə. 2 dəfə. Ay əsl həqiqətdə. Ayın üzərində efirdir. Orada yaşayan canlıların bədəninin 78% efirdir. Biz burada efiri görə bilirik, yox. Efir var burada, amma biz onu görmürük. Heç havanı da görmürük. Biz ancaq görürük torpağı, odu, suyu. Amma hava ilə efiri görmürük. Ona görə də ayın üzərində efir bədənlərdədirlər. Onların bədəni 78% efirdir, 22% torpaqdır, sudur, havadır. Bir də nədir? Torpaq, su, hava, bir də od. Eləcə yuxarı gedirsən. Daha yuxarıda cənnət planetləri var ki, orada bədənlər ağıl elementindəndir. Ağıl bizim ağlımız. Ağlımızı görmürük, amma o var. Sonra lap yuxarıdakı planetdə bədənlər hamısı dərrakə elementindəndir. Dərrakədəndir. Bədənin 78% dərrakədir. 22% bütün bu aşağıda qalan elementlərdir. 4 element üstə gələk ağıl. Düzdür. Ona görə də bax, burada nə həzz sayılırsa, bax beləcə yuxarı getdikcə gördüyünüz nəcibləşə gedir. Nəcibləşə gedir. Baxın, torpaqdan nəcib sudur, sudan nəcib oddur, oddan nəcib havadır, havadan nəcib efirdir, efirdən nəcib ağıldır, ağıldan nəcib dərrakədə ən nəcibi ruhdur. Bildiniz? Bax, bu nəcibləşmə səviyyəsi cənnət planetlərinin daha da güclü həzz təqdim eləməyi demək. Daha da güclü həzz. Nə qədər yuxarı nəcibləşirsə, o qədər həzz güclüdür oradan. Buna görə də bura həm cənnətdir, cənnət, cəhənnəm həm buradadır, həm də burada, həm də ki, ayrıca planetdir. Eləcə də aşağıya. Aşağıya düşdükcə cəhənnəm planetləri başlayır o şeydən ki, birinci cəhənnəm planetlərinin ümumiyyətlə o planetlər ki, orada cəhənnəmliyi ondadır ki, orada dindən, özü dərk eləmədən, ruhdan, Allahdan heç nə yoxdur. Amma maddi nöqteyi nəzərdən həddindən ziyadə yer kürəsindən güclü maddi sivilizasiya var. O cəhənnəm planetidir amma. Onu aşağıya düşdükcə cəhənnəm planetlərini, nədir? Orada belə o bədən konsepsiyası güclənə getdikcə orada həyat, yaşayış çətinləşə gedir. Lap aşağı cəhənnəm planetləri, hansı ki, həmən o Qarpadaqaşay Vişnu demək, okeanı var. Bax, onun üstündə uçan planetlərdir. Onun üstündə uçurlar. Cəhənnəm planetlərdir. Onların üstündə isə konkret olaraq istiraf verirlər. İstiraf verilən cəhənnəm planetləridir. Belə də konkret olaraq istiraf verilir. Lap aşağılarda var ki, lap suyun üstündə, lap yaxınlıqda uçurlar. Onlar demək olar ki, onlara əbədi cəhənnəm az qala deyirlər. Çünki onlar orada çox, ora gedənlər çox saysız rəqəmdə qalırlar da. Yəni onlar onların orada şeyi uzundur, vaxtı. Belə cəhənnəm, cənnət həm buradadır, həm də burada deyil. Bu da eyni şeydir. Üçüncü sual odur ki, öləndən sonra mən hardan bilim ki, mən təzədən dünyaya gələcəm. Öləndən sonra mən hardan bilim ki, təzədən dünyaya gələcəm. Bunu insan elə indiki həyatından görə bilər. Bu sualın cavabı çox şeydir, asandır.
asandır. Deyirlər ki, hərdən görsən, mənə tez-tez olub ki, belə yetirənlər olur, sual verir ki, o dünyadan kim gəlib? Kim gəlib o dünyadan? Kim görüb o dünyanı? Cənnəti, cəhənnəmi, Allah'a. Kim görüb ruhum? Deyirsən, mən deyirəm ki, o dünyadan sən gəlmirsən. İstənilən adama üzünə baxıb demək olar ki, sən gəlmirsən. Deyirsən, o dünyadan gəlmirsən də. Sübut. Çox sadədir. Hal-hazırki durumun. Hal-hazırki durumu nə deməkdir? İnsanın hal-hazırki durumu nə deməkdir? İnsanın hal-hazırki durumunun hansı izahı var? Heç bir izahı yoxdur. Heç kim heç izah elə bilməz ki, niyə mən məhz bu cürəm? Niyə mən məhz bu cürəm? Niyə mənim boyum bu cürdür? Cinsim budur, millətim budur. Niyə görə mənim gözümün rəngi belədir, saçımın rəngi belədir? Niyə mənim boyum, buxunum bu qədərdir? Niyə mən belə bir sosial durumda doğulmuşam? Niyə mən və s. çoxlu küllü qədər bizim bədənimizdə görə nə qədər müxtəliflik var. İki insan bir-birinə oxşamır, düzdür? İki dənə bir-birinə oxşayan insan tapmaq mümkün deyil. Nəinki insan, heç bir canlı varlığı. Milçəyin də ikisinin bir-birinə oxşayanı tapa bilməzsiniz, hörümçəyin də. Bütün hamısı fərqlidir. Bəs bu fərqliliyin arxasında nə durur? Niyə görə məhz mən? Əgər desək ki, bu Allahın məsləhətidir, bəli, həm Allahın məsləhəti, həm də deyil, eyni zamanda. Allahın məsləhətinə görə ki, biz onun qanununa əsasən hökm verilir. Bizə bu və ya digər doğulur. Tanrının qanununa əsasən. Ona görə o məsləhətdir. O məsləhəti deyil, ona görə ki, o hökmü özündən çıxartmır. O nəsə əsaslanıb çıxardır. Yəni onun kimləsə düşmənçiliyi, kimləsə dostluğu yoxdur ki, tərəfkarlıq eləmir Allah heç vaxt kimlənsə, kiməsə. Hamıya eyni gözlə baxır, elə deyil. Nətər olur ki, o hamıya eyni gözlə baxır, amma müxtəlif cür insanlar. Birimiz varlı ailəsində doğulur, biri kasıb ailəsində doğulur. Biri gözəl doğulur, biri çirkin doğulur. Heç özü-özünə güzgüdə baxmaq istəmir. Biri invalid doğulur, şil topal doğulur, biri sağlam doğulur. Biri Afrikada doğulur, biri Amerikada doğulur. Biri istedadlı doğulur, amma biri tamamilə kütlü, tupoydu. Biri doğulub 5 yaşından, 6 yaşından başlayır namaz qılmağa, amma birinin 65-70 yaşı var, həldən namaz qılmaq istəmir. Bir dində. Əgər biz bir dəfə yaşayırıqsa, bir dinin içində bir axsan ki, 2 cür insan var. Bunun 16 yaşı var, 15 yaşı var, deyək ki, 20 yaşı. Mən belə adamlar tanıyıram da. 7 yaşı var, 8 yaşı var, düşüb başlayır namaz qılır, ibadət edir, Quran oxuyur, Allahdan danışır. Amma birinin 60 yaşı var, 70 yaşı var, hələ də fikirləşir ki, namaz qılayım ya qılmayayım. Bildiniz nətərim? Amma danışanda deyir, mən müsəlmanam. Məsəl üçün deyirəm də, bu hər yerə aiddir. Mən məsəl üçün dedim. Primer, nümunəm. Bunlar hardandır yaxşı? Bunların hamısı nədəndir bunun səbəbi? Bunun səbəbi hamısı dedim ki, bizim əvvəlki həyatımızdır. Bunlar hamısı indiki karma qanunu nətərdir? Karma qanunu deyir ki, indiki keçmişin nəticəsi gələcəyin səbəbidir. Və salam. İndiki keçmişin nəticəsi gələcəyin səbəbidir. Yəni, indi bu saat yaşadığın, əvvəldə elədikləri nəticəsi də almışsan. Və onlara verdiyin reaksiya, onlara göstərdiyin münasibət müəyyənləşdirəcək ki, sən sonra nə gözləyir? Bildiniz, sonra sən nə gözləyir? O Məhəmməd və Sallallahu belə bir söz var da, deyir ki, o insanlarla dostluq eləyin ki, onları görəndə Allah yadınıza düşsün. Danışanda biliyiz artsın, əməllərinə baxanda ölümdən sonra həyatı xatırlasın ki, ölümdən sonra həyat var, bildiniz ətədir. Həyat əbədidir. Biz bilməliyik, həyat əbədidir. Həyat əbədidir. Bizim bədənimiz müvəqqətidir. Bildinizmi? Amma həyat əbədidir. Yəni biz ruhi varlıq kimi əbədiyik. Bizim nə əvvəlimiz var, nə sonumuz var. Ruh o demək ki, o heç vaxt yaradılmayıbdır. Maddə, yaradıq, saxlanış və dağılış prosesləri ancaq maddəyə aiddir. Ruha aid deyil. Ruhun dağılası bir şey də yoxdur. Ruhda dağılası bir şey yoxdur. Ona görə o heç yaradılmayıbdır. O əbədi həmişə vardır. Biz həmişə varıq Tanrı ilə eyni vaxtda. Həmişə varıq. Yaradılmaq, saxlanma və dağılma prosesi ancaq cismə aiddir. Ona görə də bizim bu və ya digər cismi almağımız bu deməkdir ki, biz əbədi, ölməz, həmişə yaşayan canlı varlıqlar, ruhlar. Bundan əvvəlki bədənimizdə hansı əməllər həyata keçirmişiksə, hansı işlər görmüşüksə və onlardan hansı reaksiyalar gəlibsə, onları toplayıblar bir yerə, indiki bədənimizə verirlər bizə. Ona görə də bəs indiki həyatın sübutdur da ki, sən doğulmusan təzədəndən. Hər kəsin indiki həyatı sübutdur ki, o təzədəndən doğulubdur. Və bu da sübut deyilmi ki, sən bir də təzədəndən doğulasın. Krishna Bhagavad Gita'nın 2-ci fəslində deyir, Arjuna doğulan hökmən öləcək, ölümündən sonra yenə doğulacaq. Və yaxud da ki,
Ölen hükmen doğulacak, sonra yine de ölecek. Sonra yine doğulacak. Kur'an da yazı var. Diriydiniz, öldünüz, diriltdik. Sonra ölürsünüz, yine dirildik. Bunu bir neçə dəfə təkrar eləmək. Profesorda sadece 2 dəfə deyirlər. Ölüydünüz, diriltdiniz. Sonra siz yine dirildəcək, yine Rəbb bizə çatana kadar. Yani bu ölüm, doğuluş, ölüm dövranının səbəbi, reinkarnasiyonun səbəbi ruhun cismani konsepsiyadan təmizlənib tamamilə geriyə bir də Allahın dərgahına qayıtmağındadır. Cənnətə getməndə düzgün, cənnət hələ yenə cismani konsepsiyadır. Bildiniz? Bu səbəb ona görə Məhəmməd Peyğəmbər sallallahu deyir ki, Allah ruhu bədəndə yetişdirməklə məşğuldur. Buna görə bu proses bizim hal-hazırdakı bədənimiz o açıq aşkar sübut və dəlildir ki, siz bundan əvvəlki həyatınız var sizin. Yoxsa nədən çıxış eləyərək sizə bax bu cür həyat veriblər? Məsələn, indiki insanlara baxalım, gəlir, hamımız baxalım, görək. Bax ki, insanların əksəriyyəti, böyük əksəriyyəti həyatından narazıdır. Həyatından narazıdır, buna ərdi getmişəm, buna arvadda almışam, buna övladdır, buna vətəndir, buna ölkədir, buna millətdir, buna yaşayışdır, buna işdir, buna direktordur, buna hökumətdir və s. Buna prezidentdir. Hamı narazıdır. Bu nə bədəndir, məsəl üçün, geri durub düzgün qabanda boyu 1 metr 30 santimetrdir. Utanır, xəcalət çəkir. Bu nə sifətdir, baxır sifətinə cürbəcə yaralar zadlar çıxır. Və s. Bildiniz nə tərim? Bu nə gözdür, gedim bir dənə süni bir dənə şişə alım, qoyum gözümə. Qara rəngdən xoşum gəlmir, istəyirəm gözüm qara olsun. Və yaxud da əksin, qara rəngdən xoşum gəlmir, istəyirəm gözüm göy olsun. Yəni bunlar əgər Allahın ancaq məsləhəti olsaydı, insan bunları niyə görə narazılıqla qəbul edir? Allahın məsləhətidirsə, əgər. Düzdür, 100% bu Allahın məsləhətidirsə, niyə görə insan narazılıqla qəbul edir? Buna görə ki, Allahın məsləhətidir. Allahın məsləhətidir, onun qanunundan çıxış eləyərək verildiyinə görə Allahın məsləhətidir. Yəni qanun Allahındır, amma o qanunu nə dərəcədə əməl edib pozmaq bizlikdir. Və ona da çıxış eləyərək bizə növbəti bədən verilir. Buna görə Allahın məsləhətidir. Hər şey. Deyirlər, ya Allahın məsləhətidir. Allah məsləhət belə məsləhət bilir. Bəli, Allah belə məsləhət bilir. Amma Allah məsləhəti özündən icad eləmir. Yəni özündən çıxartmır ki, mən indi buna belə verəcəm. Yox, onun kimdənsə düşmənçiliyi yoxdur axı. Allah həmən məsləhətini o şeydən çıxış eləyir ki, baxır bizim bundan əvvəlki elədiyimiz əməllərin nəticələrinə. Bildiyiniz həyata keçirdiyimiz nə ilə? Nitqimizlə, düşüncəmizlə, bir də əməllərimizlə. Nitqimiz, düşüncəmiz, əməllərimizlə fəaliyyət həyata keçirir. Onlar reaksiya gətirir və o əməllərimiz Tanrıya həsr olunmayıbsa, Tanrının göstərişinə uyğun deyilsə, öz başınalıqlanırsa, onların nəticələri, reaksiyalar bizim üstümüzə yazılır və biz doğuluruq təzədən. Vəssalam. Təzə bədənə göndərirlər bizi. Yəni biz bu dünyada nitqimiz, əməllərimiz və düşüncələrimiz vasitəsilə həyata keçirdiyimiz fəaliyyətləri nə qədər öz başına eləyirsə, yəni ona fikir vermir ki, Allah xoş gedir, getmir. Allah buyuran deyir. Allah razıdırmı, razı deyil. Buna fikir vermir. Deyir əşşi, bir dənə 3 hərfdən ibarət söz var. Əşşi, başını buraq deyib gedir, əşşi. Sonra əşşilər hamısı toplaşırlar, çövürürlər, olurlar karma. Və o növbəti həyatımızda bizim qabağımıza çıxır, bizim nətəri? Biz incə bədəndə toplanır, bizim incə bədənimiz var. Ağıl dərrəki egodan ibarətdir. O incə bədəndə bütün bizim çobut bədənimizin nitqi, düşüncəsi, əməllərini həyata keçirmiş fəaliyyət və onun nəticələri hamısı yazılır ora, qeyd olunur kod şəklində. Və biz ölüm anında ruh bədəni incə bədəndə tərk edəndə onun incə bədəninə xüsusi təhkim olunmuş Tanrının köməkçiləri var. Bu işə baxanları var, Yamarac var, Əzrail var. Onun xidmətçiləri var. Onlar baxırlar, oxuyurlar orada həmin o kodları, ona uyğun göndərirlər növbəti doğuluşa. Göndərirlər, hara göndərək, filan şey. Bu hamıya aiddir. Belə deyil ki, tam müsəlmanlara aid deyil, xristiyanlara aid deyil, hinduslara aiddir. Belə deyil. Bu kainat qanunudur. Bu müsəlmanlarda da belədir, xristiyanlarda da belədir, hinduslarda da belədir. Sadəcə olaraq o reinkarnasiyanı qəbul eləməməyin səbəbi mən sizə deyim. Çox sadədir. Niyə görə? İslam bəzi hamısı yox. İndi çünki indi bu saat necə deyirlər, çox sağlam düşüncəli İslam nümayəndələri, Məhəmməd Peyğəmbər sallallahu təlimin davamçıları çıxıblar. Onlar hamısı çox gözəl anlayırlar ki, reinkarnasiyasız din yoxdur. Hökmən İslam dini, Qurani-Kərim reinkarnasiya ilədir və reinkarnasiya barəsində
İmam Cəfər Sadiqin konkret qələmindən çıxmış kitabı ortalığa qoyurlar. Ki o başdan ayağa o qeyd edib ki, reinkarnasiya nədir? Eləcə xristian mənbələrində reinkarnasiya barədə məlumat var və sonradan deyilir ki, necə onlar onu oradan çıxardıblar. Eləcə də rivli getiranlıqdır onun kimi. Ona görə də necə olur insanlar reinkarnasiyanı qırağa etərlər. Mən deyim. Reinkarnasiya sırf ruha aiddir, cana, bədənə aid deyil. Bədən kimi biz bircə dəfə doğuluruq. Həqiqətən də bədən kimi biz bir dəfə doğuluruq. Heç kim ikinci dəfə eyni bədəndə doğulmur. Heç kim. Bax, indiki bədənimiz yoxdur, öldü getdi və salam. Növbəti bədənimiz bu olan deyil, başqa olur. Yəni bir bədən bir dəfə gəlir bu dünya. Hər kəs bədən kimi bir dəfə gəlir. Ona görə də bədən konsepsiyasında olan deyin ki, mən bu bədənəm, ruhum da var. İki cür din var axı. Biri deyir ki, mən ruhum, bədənim var. Biri deyir, mən bədənəm, ruhum var. Səmavi dinlərdə əsas etibarilə bu diqqət mərkəzində olur, parlaq olur ki, mən bədənəm, amma ruhum da var. Allah üfürüb içinə, ölüm anda uçub gedir hardasa, hansısa bir yerdə gözləyir orada, qiyamət gününün. Amma transendental dinlər deyirlər ki, hansısa ki, transendental din bu sanatana dıxarma. Bhagavad Gita'da bizim danışdığımızdır. Transendental o deməkdir ki, yəni bu cismin fövqündə. Transendental dində ki, yox, mən ruhi canam, bədənim var. Mən ruhi canam, əbədi ruhi canam. Allahın alma istəciyi və Allah mənə bədən verir. Mən o bədəndən istifadə edirəm buradan. Ona görə mən bədənəm, mənim ruhum var dini konsepsiyasında reinkarnasiya qoyurlar qırağa. Çünki niyə? Ona görə ki, reinkarnasiya sırf ruha aiddir, bədənə aid deyil. Deməli, reinkarnasiyanı başa düşmək üçün, qəbul eləmək üçün, təsdiq eləmək üçün insanda ruhi biliyor olmalıdır, ruhi can haqqında. O deməli ki, mən ruhi canam, bədən deyiləm. Bax, o konsepsiyanı qəbul eləməlidir. Mən ruhi canam, mənim mənliyim, şəxsiyyətim ruhi candır, ruhi təbiətli candır. Mən bundan əvvəlki Bhagavad Gita'nın 8-ci fəslinin 4-cü, 3-cü, 4-cü mətnlərində bu barədə geniş ətraflı söhbət eləmişik. Kim istəyirsə açıb qulaq asa bilər. Biz dedik ki, mən ruhi canam, bədənim vardır. Əbədi ruhi canam, bədənim var. Bədən də müvəqqətidir, bildiniz. Və bədən də bizə verilir konkret bir məqsədlə, bildinizmi? Konkret bir məqsədlə verilir. Tanrının konkret bir məqsədi var bizə bədən verməkdə. Nədir? İnsan bədənidir. İnsan bədəninin konkret məqsədi odur ki, biz özümüzün, necə deyirlər, ruhi təbiətimizi, ruhi can təbiətimizi, Tanrını və onunla aramızdakı olan münasibətləri bərpa edib buradan çıxıb gedir. Vəssalam. Bunun üçün verilirdi. Başqa heç nə üçün verilmir ki, biz burada nəsə tikək, nəsə quraq, nəsə yaradaq. Yox. Deməli, şərait, planetin üstündə ideal şərait o deməkdir ki, yaşayış, bu yer kürəsinin üstündə. Ki, o şərait imkan verir ki, mən özümün cisimdən fərqli olduğumu dərk edeyim, Allahın kim olduğunu dərk edeyim, onunla özümün münasibətlərimi bərpa edib buradan çıxım gedim. Bax, buna deyirlər ki, planetin üstündə ideal şərait var. Bundan seçilirdi əvvəlki sivilizasiyaların, insanları indicilərdən bundan seçilirdi ki, zaman oxu boyunca getdikcə belə şərait daha çox güclənə gedir. Hansı şərait? Hansı ki, imkan verir insan özünün ruhi canı olduğunu dərk eləsin, cisimdən fərqli, Allahın kim olduğunu dərk eləsin və onunla münasibətlərini bərpa eləsin. Yəni, şərait nə qədər buna imkan verirsə, o qədər planetin üstündəki sivilizasiya deyirlər, daha yüksək sivilizasiya. Bizim indiki dövrdə, hal-hazırki dövrdəki yerindəki planetin üstündəki sivilizasiya buna çox çətinlik yaradıbdır, çox böyük çətinliklər. Materializmin həddindən artıq güclü inkişaf elədiyinə görə. Ona görə də Çaytanya Mahaprabhu bizlərə deyir ki, sizin Tanrı müqəddəs adlarını tərənnüm eləməkdən başqa çıxış yolu yoxdur. Yerdə qalanların hamısı itələyin qırağa, hamısını. Ya oxuyun Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Ram, Hare Ram, Ram Ram, Hare Hare. Transendentaldır. Hindistanın deyil bu. Krishna Hindistanın Allahı deyil. Krishna kainatın, bütün mövcudatın tanrısıdır. Söhbət Tanrıdan gedir. Ya da ki, insan özünün cismani mənsubiyyətinə bağlıdırsa, onda hansına bağlıdırsa, onu daşını oxu. Müsəlmansa müsəlmanda olanları oxu, xristiyansa xristiyanda oxu, buddistsən buddist olanları oxu və s. və s. Niyə? Çünki biz düşkünləşmişik. Biz çox düşkün bir sivilizasiyada yaşayırıq. Həddindən artıq düşkün. Çox düşkün. Dəhşətli dərəcədə düşkün. Və getdikcə də bu düşkünləşmə prosesi gedir. Ona görə sonuncu sual ki, mən hardan bilim ki, mən təzədən dünyaya gələcəm, problem yoxdur. İndiki həyatımıza bax, razı biləsən ki, indi mən almışamsa bunu, bu demək ki, bunun sonrası olacaq. Bu çox sadə bir məntiqdir da. Çox sadə bir məntiqdir. Biz nəinki bundan əvvəlki həyatımızı, bizim yüzlərlə həyatlarımız var və yüzlərlə qəbiristanlıqlarda bədənlər bastırıb gəlmişik. Yüzlərlə, bəlkə də minlərlə dəfə doğulmuşuq, minlərlə dəfə. Ki, gəlirik sonunda, indiki bu saatki bədənimiz, indiyə qədər aldığımız bədənlərdə yaşadığımız həyatın nə idi?
şeyidir. Ne deyirlər, siz deyin. Yekunudur. Son itogudur, itok ruslar deyirlər. Nəticədir bu son indiki bədənimiz. Ona görə də Krishna deyir ki, görsən bax indiyə qədər nə eləmisənsə, bax indi hal-hazırki bədəni olmusan. İndiyə qədər milyon dəfə doğulub ölmüsən, bax son nəticəsi indiki bədənindir. İndiki bədənin indiyə qədərki doğuluşları son nə idi? Son yekunudur. Tak indi sən deyir bu həyatı mənə həsr elə. Gör bundan sonra sənə mən nə verəcəm? Yaxşı. İndiyə qədər öz başına olmusan, gəlib çıxmısan bax bura. Amma indi mən deyəni elə, mənə təslim ol. Sarvat Harman Politika Mamikam Şaran Varaca Ahmtvan Sarvapovi Pabipyu Mokşeşe Moşça. Deyir ki, Sarvat Harman Politika bütün fəaliyyətləri və dinləri tulla qırağa. Mamikam Şaran Varaca. Mam mənə ekam tək. Tək mənə özünü təslim elə. Tək mənə özünü təslim elə. Ahmtvan, mən sənin. Sarva Pabipyu. Sarva bütün Pabipyu günahlarından Mokşeşe Moşça. Mokşeşemi qurtulacağım, azad edəcəm. Moşça qorxma. Mən sənin bütün indiyə qədərki elədiyin günah əməllərini, əşlətlərini azad edəcəm, qorxma. Krishna deyir. Bu belə. Ne üçün biz xatırlaya bilmirik? Deyirlər ki, bəziləri deyir ki, bəs ne üçün mən əvvəlki həyatımı xatırlamıram? Əgər mən əvvəlki həyatım olubsa, və yaxud da ki, bundan sonra doğulacağım, indiki sualda qoyulan kimi. Bunun cavabı çox sadədir. Bunun cavabı o deməkdir ki, biz niyə görə xatırlamırıq? Biz həm də xatırlayırıq, həm də yox. Həm xatırlayırıq, həm də yox. Görürsünüz, burada hər yerdə işləyir bu. Bilik mütləq olduğuna görə bu sistem həm yox sistemi hər yerdə işləyir. Həm belədir, həm də belə deyil. Biz xatırlayırıq ona görə ki, biz hal-hazırki həyatımızda cürbəcür işlərlə məşğuluq. Nətər olur biz kimsə bu saat bax açın interneti görün nətər şeylər göstərirlər. Elə uşaqlar göstərirlər ki, wunderkind, yəni hər şeyi bilir, cürbəcür istedadlara, cürbəcür qabiliyyətlərə malikdir. Mən uşaq olanda özümü deyirəm, məsələn, mən uşaq olanda özümü qanmağa başlayan kimi başladım şəkil çəkməyə, musiqi alətlərində çalmağa. Heç kim mənə öyrətmirdi, heç kim mənə təlim keçmirdi. Hardan bilirdim ki, mən bunları? Və biz indiki həyatımızda meyllərimiz, cəhdlərimiz, istiqamətlərimiz hansılar ki götürürük və yaxud da ki uşaqlar bu və ya digər meyllərlə olurlar. Baxmayaq ki, valideynləri özlərinin o cılız şeylərini calaşdırırlar uşaqlara, övladlara. Amma onlar diqqətlə baxsalar görəcək ki, uşağın özünə məxsus meylləri var. Kimi idmana meyillidir, kimi incəsənətə meyillidir, kimi məsəl üçün başqa bir şeyə meyillidir, ha? Bax, o meyl o deməkdir ki, onun əvvəlki həyatından gətirib də xatırlayır. Yavaş-yavaş xatırlayır. Amma tam sözün mənasında xatırlamaq ona görə deyil ki, çünki ağıl bizə verilib ona ki, biz ağıldan Krishna deyir ki, mən ağılı vermişəm canlı varlığa, insana ki, 6-cı fəsildə deyir. Ağıl vermişəm ki, onu qurtuluş aparsın. O ona nəzarət elə bilərsə, ağıl elə bilsə, o ağıl onun dostu olacaq. Nəzarət elə bilməsə, onun düşməni olacaq. Ona görə ağıla nəzarət eləmək o qədər çətin məsələdir ki, asan məsələ deyil. Ona görə də Krishna özünün sonsuz mərhəməti sayəsində o bizim o yaddaşımızı silmir, yaddaşımızı beynimizdə neyinir, onu kodlaşdırıb saxlayır orada. Nə qədər lazımdırsa o qədər buraxır yaddaşı. Xatırlamanı. Nə qədər lazımdırsa ki, biz indiki həyatımızda onu istifadə eləyəcəyik. Amma o onun lazım olanından qədərini buraxsa, biz indiki ağlımıza kontrol edə bilmirik. Təsəvvürə gətirsiniz ki, əvvəlki həyatınızda elədikləriniz indi xatırlayasınız. Onda tamamilə gic olar insan, heç nə elə bilməz, bilirsiniz. Ona görə Tanrı o xatırlamanın miqdarı ilə, qədəri ilə buraxır. Qədəri ilə buraxır ki, hansı ki o onun hal-hazırki həyatında onun xeyrinə olacaq. Xeyrinə olanları buraxır. Hansılar ki onun ziyanlı olacaq, onları buraxmır. Bu nə idi Tanrı? Mərhəmətidir, qayğısıdır. Yəni bizə hər doğuluşda bizə şans verir ki, biz özümüzün cisimdən fərqli olduğumuzu dərk edib buradan azadlığa gedək. Ona görə o bizim yaddaşımızı neyinir? Blok eləyir, blok. Silmir, saxlayır. Biz onun dediği yolundan getməyəndə oyadır bəzilərini. Bir də baxsan ki, insan həyatın ortasında bir dənə ağır xəstəlik tapdı. Deyir, görsən, hamısı buradadır. Hamısı buradadır, mən onları saxlamışam. Sən həyatı istifadə eləməsən ki, buradan azad olasan, yenə də istifadə eləsən ancaq heyvani istiqlal həyata keçirməyə, onda mən sənə köhnə həyatından bəzi şeylər açacağım, faktları ki, və sən həmən dəqiqə insanın həyatı dolur ağzına qədər problemlərlə. Birdən-birə göydən problemlər tökülür başına. Bu demək ki, Tanrı açdı da yaddaşından biraz. Niyə görür ki, sən cəhd eləmirsən cismani bədən konsepsiyasından qurtarmağa. Sən cəhd eləmirsən heyvani instinktləri qırağa qoyub insani instinktlərlə yaşamağa. Onda açır bir balaca deyir, sən bunu eləmirsən, köhnə həyatında. Bax, gör ondan nətər nəticələr gəlib. Bax, elə indi açıram, bax. Biraz açır insanın başına, oturduğu yerdə cürbəcür problemlər tökülür adamın başına. Bunlar özü də bilmir hardan gəlir. Deyir ki, bunlar hamı sən köhnə həyatında, mən onları sıxıb saxlamışam deyir, buraxmıram ki, sən
Qurtuluşun üçün hərəkət eləyəsən. Amma sən qurtuluşun üçün eləməyəndə mən ona bir balaca asırım, buraxırım, deyirəm ki, sənə göstərim ki, sən bunu eləmisən və nəticələri də budur, gələ bax. Buna görə bizim yadımızda deyil. Bu bir. İkincisi də ona görə ki, bizim canımızda belə bir dənə şey var. Bizim təbiətimizdə belə bir şey var. Biz həmişə meyilliyinəyə baxan insanlar nətərik baxın. Hətta dinə gələndə belə, ibadətə gələndə, Krishna şuuruna gələndə, İslama gələndə fərqi yoxdur da. Yəni ki, İslam da Krishna şuurudur. Yəni biz Krishna şuuruna gələndə, ilahi şuura, ilahi xidmət yoluna gələndə, baxın, bizim canımızda belə bir şey var. Baxın, hamımıza tanış gələcək. Biz həmişə çalışırıq ki, başqalarıyla münasibətdə, elə Allahın da qabağına gedəndə ancaq yaxşı tərəflərimizi qoyaq ortalığa. Pisləri gizlədək. Pis xasiyyətimizi, pis əməlimizi, pis vərdişimizi, pis münasibətimizi, pis nəsə var, onları çalışırıq gizlədək. Onlar var mı? Biz onları gizlədirik. Ancaq yaxşı tərəflərimizi göstərməyə meyillik, düzdür? Bax, bu da bir səbəbdir ki, biz özümüzün pis elədiklərimizi, pis vərdişlərimiz, pis əməllərimiz, əvvəlki bundan qabaq elədiklərimizi deyirəm, elə bu həyatdan. Biz onları çalışırıq ki, həmişə qış belə yaddaşımızdan silək də, silməyə çalışırıq ki, yox, olmayıb o, olmayıb. Biz xoşa gələn şey deyil axı, özümüz onu bəyənmirik, başa düşürük. Ona görə də biz deyilir ki, biz o xoşa gəlməz əməllərimiz, vərdişlərimiz, hərəkətlərimizi beynimizdən silməyə çalışmaqla bərabər yaddaşımızı da silirik, yaddaş qabiliyyətimizi də silirik. Ona görə də bizim əvvəlki həyatımızda elədiklərimiz yadımızda qalmır. Çünki biz yaddaş qabiliyyətimizi də silirik, özümüzdə olanı. Amma Tanrı saxlayır onu. Tanrı saxlayır, bizim beynimizdə xüsusi bir oblast var ki, orada onu saxlayır. Biz buna görə də bizim yadımızda qalmır, əvvəlki həyatda elədiklərimiz. Eyni zamanda da əsas ideya o deyil, axı bizim yadımıza salsın. Əsas ideya o deyil. İnsan, Məhəmməd və Əsədullah demişdir, insanda gərəyincə səmimiyyət olsa, insan elə bəhs edir ki, insan Tanrının çox güclü ilahi, transendental məntiqini oxuyanda Bhagavad Gita'dan, ya Qurandan, ya birisi kitabdan, ya möminlərin, müqəddəslərin söhbətindən. O məntiqi eşidəndə insana səmimiyyəti deyir ki, bəli, hər şey məntiqidir, doğrudan da belədir. Onda insan inanır bu şeylərə, inanır və inamı ilə bir yerdə insana bilik gəlir. İnamın ardınca ona bilik gəlir. Bilik inamın dalıca getməlidir, inamdan qabağa keçməlidir. Bilik inamdan qabağa keçəndə insan olur materialist. Baxın, bugünkü materialist alimlər kimi. Amma inam qabaqda gedəndə, onun dalıca bilik gələndə, belə olanda insan belə bilikdən özünün ruhi dirçəlişi üçün rifah əldə edə bilər. Amma bilik imandan qabağa keçəndə, inamdan qabağa keçəndə insan belə bilikdən heç bir rifah əldə eləmir. Bax, müasir dövrün təhsil sistemi kimi. O belə, mən elə bilirəm ki, mən bu sualı cavabını verdim. Əgər haradasa nəsə problem qalarsa, tezlərindən soruşa bilərsiniz. Sual nə idi? İsa Peyğəmbərin bədənində təcəlli etmişdirmi Allah? İkinci, cənnət, cəhənnəm də elə bu dünyadadırmı? Üçüncüsü də mən öləndən sonra haradan bilim ki, təzədən dünyaya gələcəm. Biz, bunu da vurğulayıb, axı sonuncu suala əsasən. Biz Bhagavad Gita'da yazılır ki, Krishna deyir ki, insan deyir, uşaqlıqdan doğulur, körpəlikdən uşaqlığa keçir, çoxluqdan gəncliyə keçir, gənclikdən cavanlığa, sonra ahirliyə, sonra qocalığa keçdiyi kimin bu bədəni buraxandan sonra növbəti bədənə keçir. Ruhi can. Krishna'nın sözüdür. Bhagavad Gita'dan. Necə ki biz körpə idik, sonra olduq nə? Uşaq. Uşaq idik, olduq nə? Qundaqdın, oldun körpə. Körpədin, oldun uşaq. Uşaqdın, oldun gənc. Gəncdin, oldun cavan. Cavan oldun axıl. Sonra oldun qoca. Necə dəyişmirsən, keçmirsən. Beləcə də deyir ki, sən növbəti bədənə keçirsən. Bu bədən buraxanda, köhnələndə, taqətdən düşəndə, istifadəyə yararsız olanda buraxırsan, təzə bir dənə bədən alırsan. Ona görə bu böyümə prosesi var ya, biz deyirik ki, böyür uşaq. Uşaq böyüdü də, balacaydı, böyüdü. Böyümə söhbəti yoxdur. Niyə? Soruşun niyə? Çünki materiya dəyişkənliyə dəyişmir. Materiya necə var, elə də qalır. Materiya ölüdür axı. Ölü bir şey dəyişər, yox. Bəs onda dəyişən nədir deyərsiniz? Sual verirsiniz, dəyişən nədir? Onda biz deyirik ki, uşaq böyüdü. Deyirsə ki, o mən idim, balacaydım, indi böyümüşəm. Biz bu prosesə, bu bədən dəyişməyə biz böyümə deyirik. Əslində o böyümədir, o bədən dəyişmədir. Maddi təbiət çox həddindən artıq maddi enerji, Krishna'nın ilahi enerjisidir.
Şeytan əməldə maya, illüzor enerji o çox məharətlə işləyir. Bilirsiniz, onun baxın görün bizim bədənimizin strukturu baxın görün nə qədər mürəkkəb bir şeydir. Görün nə qədər o mahir bir dənə nədir şəxsiyyətdir. Tanrının illüzor enerjisi. Elə belə deyil, şeytanın da üstünə daş ataq. Görün nə qədər məharətlidir ki, bizim bədənimizə baxın, görün nə qədər qəliz idarə sistemi var, mürəkkəb sistem var. Deyirlər ki, bir dənə bizim hüceyrəmizin tərkibində gedən idarə sistemi deyir. Bu planetin üstündəki ən böyük şəhərin idarə sistemindən qəlizdir. Təsəvvürə gətirirsiniz, bir dənə hüceyrənin tərkibində gedən idarə sistemi. Mürəkkəb proseslər. İndi bununla mən onu demək istədim ki, bizim bədənimiz böyümür. Biz böyümürük ki, böyümək sözün biz deyirik də. Biz böyümürük ki, biz bədən dəyişirik. Bədən dəyişir. Ruhi can, maddi bədəni dəyişə gedir. Dəyişə gedir. Başa düşdünüz? Bədən dəyişməsi də, yəni ki, biz əslində reinkarnasiya bir həyatda baş verir. Bir həyatda. Məsəl üçün uşaqlıqdakı şəklinizi qoyun qabağınıza, bir də indiki şəklinizi görürsünüz, ayrı-ayrı adamlarla. Bəzi oxşar şeylər var, nələr var? Amma indi tamamilə fərqlənibdir. Dəyişə bədən dəyişməsi prosesi gedir. Bu bir sizinlə yoxşur, indi deyəcəm, başa düşəsiniz. Hamı kinoya baxırıq da, kino. Bilmirəm, siz bilirsiniz kino necə çəkilir, ya bilmirsiniz. Bilirsiniz ya bilmirsiniz. Multfilm necə çəkilir, kino necə çəkilir, bildiniz. Orada kino lentin üzərində kadrlardır belə. Kadrlardır. Adicə donmuş kadrlardır. Uzun kino lenti, onun üstündə kadrlardır belə. Kino lentin üstündə. Sonra sadəcə onu elə bir dənə şeylə ötürürlər ki də, elə bir sürətlə, sürətlə ötürürlər ki, o şəkillər biri-birinin ardınca çəkildiyinə görə o şəkillər bir xəttin üstündə buraxılanda hərəkət olunur. Əslində hərəkət xırda kadrlardan ibarətdir. Hərəkət var, kinodakı hərəkət var. Biz kinoya baxanda hərəkət görürük axırı. Amma əslində o kino çəkiləndə o xırda kadrlar kimi çəkilir. Hərəkət kimi çəkilmir. Yoxsa onun hərəkət kimi yaddaşda saxlanmazlar, onu kadr lentə köçürdürlər. Sonra həmin o kadr bir-birinin dalınca gedəndə alınır hərəkət. Bu bizim böyüməyimiz bu cürdür. O kadrların hamısı bizim bədənlərimizdir. Bir bədəndən o birisinə, bir bədəndən o birisinə, bir bədəndən o birisinə. Krishna deyir ki, bu bədənləri dəyişə gəlsən, axırıncı moment gəlib çatanda, hansı ki, bu bədən yararsızdır, o bədəni dəyişəndə sən bu dəfə bədəni dəyişən kimi bundan çıxsan, növbəti bədənə girsən. Ona görə reinkarnasiya hətta bir həyatda baş verir. Bizim bir həyatımızda reinkarnasiya baş verir. O da olsun ki, bir bədəndən çıxsan, o birisinə girsən. Elə bir həyatda biz bədənimizi dəyişə gedirik. Sadəcə olaraq təkrar edirəm. Sadəcə olaraq biz onu bilmədiyimizə görə, biz bilmirik prosesi. Biz deyirik ki, böyüyürük. Uşaq böyüdü, oldu gənc. Gənc böyüdü, oldu cavan. O da böyük. Yox, nə böyümək söhbəti var. Əgər bu böyümək etsə nə görə, ondan sonra əldən düşür. Qocalır gedir. Yox, böyümək deyil bu. Bu bədən dəyişməkdir. Sadəcə olaraq maddi təbiət elə məharətlə işləyir ki, o bizə bir-birinin ardınca bədənləri verir. Bir-birinin ardınca gəlir. Daha o ayrılmış vaxta qədər bizim ruhun o bədəndə qalma. O bədənlər, ruhun o bədəndə qalmaq vaxtı gəlib çatanda da bu bədənin dəyişməsi baş vermir. Bədənin sonuncu bədəndən çıxan kimi ruh onu tərk edir, başqa bir bədən verilir. Vəssalam. Ona görə də biz özümüzü dərk eləmə prosesi ilə məşğul olsaq, Tanrının göndərdiklərini əməl eləməklə, özümüzü dərk eləməklə məşğul olsaq, onda bizə özümüzü cisimlə eyniləşdirmədən azad olsaq, onda bizə yeni bədən verilmir. Mən özümü ruhi can sayında tamam nəyə görə bədən versinlər? Bilirsiniz? Ona görə bu həyatında qurtuluşa nail olan insanlar özünün cisimdən fərqli ruh olduğunu dərk edir. Hər şeyin ruhu rifahı üçün edir. Bu həyatında hiss edir ki, o bədən deyil. Bunlar müqəddəs möminlərin bədənləri hamısı belədir. Ona bədəni ruhiləşmiş sayılır. Ona görə elələrin bədənləri bastırılır, yerlər çevrilir ocaq, ibadətgah. Ne çünki onun bədəni ruhidir, cismani deyil. Bildiyiniz müqəddəslik də ondadır. Ruhun qaydaları, ruhun prinsiplərinə idarə olunur, onun bədəni, cismin yox. Ona görə də biz beləcə bədənləri dəyişiriksə bir həyatda, o demək ki, mən bunun birini çıxıranda keçəcəm o birisinə. Əgər mən özümü dərk eləməmişəmsə, hələ də mən cismani konsepsiya bağlayamsam, bədənimin mənsubiyyətləridir, mən xüsusiyyətləridir, bədənin nə bilim, daha nələridir, mövqeyidir, bunların hamısına bağlıdır insan. Bağlayıb, baxın görün hələ. Görün insanda nə qədər bugünkü gündə millətdir, milli
mənsubiyyətlərinə, dini mənsubiyyətlərinə, cinsi mənsubiyyətlərinə, sosial mənsubiyyətlərinə, coğrafi mənsubiyyətlərinə insanlar görə nə qədər bağlıdırlar, həddindən ziyadə. Sonra bədənə aid olan şeylərə nə qədər bağlıyıq. Hamısı nədəndir? Bilirsiniz nədəndir? Hamısı ondandır ki, bizim özümüzdən xəbərimiz yoxdur. Biz bilmirik ki, biz kimik əslində. Biz bilmirik ki, bizim bu mənsub olduğumuz, məxsus olduqlarımızın əslində xazeyni kimdir, ağası kimdir. Biz bilmirik. İnsana desən ki, hər şey Allaha məxsusdur, deyəcək, hə da. Amma ki, nə oturuşunda, nə duruşunda, nə yemək içməyində, nə düşüncə tərzində, nə nitqində, nə də əməllərində görsənmir ki, o bilir ki, hər şey Allaha məxsusdur. Bax belə, çox sağ olun diqqətinizə görə. Hare Krishna.